Biz hal-hazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində Taxta Bazarı kimi tanınan bazardayıq. Burada yanğın baş verib. İlkin ehtimalla yanğın səhərə yaxın saatlarda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə 112 qaynar xəttinə yanğınla bağlı xəbər daxil olub. Hüquq mühafizə orqanlarından həmçinin məlumat verilib və bildirilib ki, yanğın söndürənlər əraziyə dərhal gələrək yanğını ram etməyə bacarıblar. Xoşbəxtlikdən yanğın bütün bazarı alovlandırmayıb. Amma ilkin məlumatda o da bildirilir ki, 6 kvadrat metrdən ibarət olan bir yaşayış obyekti, bir neçə köşk və hal-hazırda qarşısında dayandığım obyekt yanaraq külə dönüb. 140 kvadrat metr ərazini əhatə edən yanğın nəticəsində bir neçə dəzgah belə yanaraq yararsız hala düşüb. Hal-hazırda operatorımız sizə həmin o sözü gedən 6 kvadrat metrlik ərazidə baş verən yanğının külə dönmüş hissəsini göstərir. Bura yaşayış obyekti kimi fəaliyyət göstərirdi. Fövqəladə Hallar Nazirliyindən bizə həmçinin onu bildirdilər ki, ilkin ehtimalla yanğın səhər saatlarında qeydə alınıb. Elə 112 qaynar xəttə də zəng o vaxtı gəlib. Hal-hazırda sözü gedən bu ərazidə müvəqqəti olaraq İş dayanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğına səbəb ola biləcək hadisənin ehtimallarını araşdırırlar. Hal-hazırda hadisə yerində araşdırma aparılır. İlkin ehtimalı yanğına nəyin səbəb ola biləcəyi araşdırılır. Qısa qapanma ehtimalını ərazidə olan əməkdaşlardan da eşitdik, amma bu artıq